Salam Kənd Qazancı kanalının dəyərli izləyiciləri. Günümüz xeyirli, uğurlu və bərəkətli olsun inşallah. Mən Məhəmməd bugün sizinlə birlikdə kənd təsərrüfat bizneslərində hansı sahələrin daha üstün, gəlirli və bu sahələrin çətinlikləri və qazancları haqqında ətraflı danışacağıq. Bu sahələr hansılardır? Heyvandarlıq, əkinçilik və quşçuluq. Elə isə heyvandarlıqla videomuzu davam etdirək. Heyvandarlıq. Heyvandarlıq Azərbaycanda kənd təsərrüfat sahələri arasında ən inkişaf etmiş sahələrdəndir. Heyvandarlıqda məhsullar hansılardır? Süd, ət, yun, dəri. Heyvandarlığın çətinlikləri və üstünlükləri haqqında sizə məlumat verim. Heyvandarlığın üstünlüyü odur ki, davamlı bir biznesdir. Yəni, heyvandarlıq ən çox sizə ət və süd baxımından davamlı gəlir gətirəcək bir biznesdir. Çətin tərəfi isə odur ki, sən bu işə yeni başlasan da, bu işin içində olsan da, xəstəlik riskləri hər zaman vardır. Xəstəlik risklərini önləmək lazımdır, düzgün baxım lazımdır və düzgün şəraiti qurmaq lazımdır. Heyvandarlığa hal-hazırda Azərbaycanda dövlət dəstəyi çox böyükdür. Lakin özümün də sosial şəbəkələrdə qarşılaşdığım, oxuduğum, dinlədiyim məlumatlara görə insanların bir çoxunun bundan xəbəri yoxdur. İndi isə mən sizə o xəbərləri, o məlumatları deyim, siz də bundan faydalanın. İlk öncə hər kəs bunu bilsin ki, yaşadığı ərazidə daim, yəni Dövlət Aqrar İnkişaf Mərkəzinə yaxınlaşaraq öz şəxsi adlarına fermer təsərrüfatını açdıraraq o kartı əldə etmələri vacibdir. Əgər siz öz adınıza fermer təsərrüfatı açdırmamısınızsa, dövlətdən həmən dəstəkləri tam olaraq əldə edə bilməzsiniz. Dövlətin sizə heyvandarlıqda göstərdiyi dəstəklər hansılardır? Subsidiyalar, güzəştli kreditlər, damazlıq heyvanların artırılması və baytarlıq kimi xidmətlər mövcuddur. Subsidiyalar. Əgər sən Dövlət Aqrar İnkişaf Mərkəzində qeydiyyatdan keçərək fermer təsərrüfatçısı adını almısansa, bu subsidiyalardan yararlana bilərsən. Bu dəstəklər hansılardır? Sənin saxladığın hər heyvan sayına görə illik sənə ödənilən müəyyən miqdarda pul. Bu pul 100-200 manat arasında dəyişə bilir. Lakin damazlıq heyvan saxlayırsansa, daha çox pul ala bilərsən və əlavə olaraq sənin ot, yem xərclərini azaltmaq üçün də müəyyən şərtlər altında sənə dəstək göstərir. Güzəştli kreditlər. Güzəştli kreditlər sənə hansı hallarda verilir? Yeni heyvan almaq üçün, ferma tikmək üçün və ya öz heyvandarlıq sahəndə yeni avadanlıqlar almağın üçün sənə güzəştli kreditlər də ayıra bilirlər. Damazlıq heyvan dəstəyi. Damazlıq heyvan dəstəyi nədir? Xaricdən gələn cins inəklərin əldə edilməsi üçün göstərilən bir dəstəkdir. Sən əgər fermer təsərrüfatçısansa, bu dəstəyi sənə necə edirlər? Sənin alacağın cins inəyin ödəyəcəyin məbləğin bir hissəsi dövlət tərəfindən ödənilir. Baytar xidmətləri. Baytar xidmətləri hansılardır? İllik peyvəndlər və başqa dərman preparatları sənə dövlət tərəfindən pulsuz verilir və ya az miqdarda, ucuz bir qiymətə verilir. Dövlətin yaratdığı baytarlıq dəstəyi təsərrüfatçılar üçün çox önəmli və vacibdir. Bunu mən istəyirəm ki, hər bir təsərrüfatçı əldə etsin. Nəticə olaraq dövlət dəstəyinin təsərrüfatçıya göstərdiyi yardım təsərrüfatçının riskini azaldır
gəlirini çoxaldır və böyüməyinə daha da inkişaf yaradır. Quşçuluq. Quşçuluq Azərbaycanda prioritet bir sahə sayılır. Prioritet nə deməkdir? İlk öncə bunu anladım. Prioritet yəni bir sahənin digər sahələrdən seçilməsi, öndə tutulması deməkdir. Quşçuluqda məhsullarımız ət və yumurta. Tük istehsalı Azərbaycanda o qədər də inkişaf etmədiyi üçün tükü saymıram. Quşçuluqda üstünlüklər və çətinliklər hansılardır? Quşçuluğun üstün cəhəti il ərzində düzgün şəraitlə bir neçə dəfə gəlir əldə etmək olar. Başlamaq heyvandarlığa baxanda daha ucuzdur. Çətin tərəfi isə quşçuluqda xəstəlik riskləri çox yüksəkdir. Yəni bu risklər o qədər yüksəkdir ki, sən quşçuluqda öz tövləndə və yaxud fermanda həmən ərazinin havalandırmasından tutmuş, heyvanlarına verdiyin yemə qədər xüsusi diqqət göstərməlisən. Çünki ən xırda diqqətsizlik sənin təsərrüfatının batması ilə nəticələnə bilir. Azərbaycanda quşçuluğa dövlət dəstəyi var. Heyvandarlıq qədər olmasa da, heyvandarlıqda birbaşa subsidiyalar olduğuna baxmayaraq, quşlarda belə deyil. Yəni quşçuluqda bu formada deyil. Quşçuluqda dövlət dəstəyi hansılardır? Dolayı subsidiyalar və müəyyən güzəştlərdir. Sizin müəyyən avadanlıqla təmin olmanız və ya bəzi hallarda ölkəyə gətirəcəyiniz damazlıq sort cücələrin gömrük rüsumundan azad olunmasıdır. Yəni birbaşa o subsidiyalar və ya dəstəklər yoxdur. Güzəştlər və ya dolayı subsidiyalar var. Sonda onu bildirim ki, quşçuluq mənə görə 50-50-yə olan bir sahədir. Yəni quşçuluqda qazanc əldə etmək daha rahatdır, daha yaxşıdır. İldə bir neçə dəfə qazanc əldə edə bilərsən, lakin xəstəlik riskləri daha çoxdur. Əkinçilik. Əkinçilik Azərbaycanda geniş yayılmış sahələrdən biridir. Əkinçilikdə məhsulumuz taxıl, buğda, pambıq və başqa məhsullar daxildir. Əkinçiliyin üstünlükləri. Geniş sahədə daha çox gəlir əldə etmək olur. Yəni 1 hektarda, 2 hektarda olmasa da 5 hektar və 5 hektarın üstü sahələrdə daha yaxşı gəlir əldə etmək olur. Və dövlət dəstəyi. Azərbaycanda ən çox dövlət dəstəyi olan sahələrdən biri də əkinçilikdir. Çətin tərəfləri. Çətin tərəfləri əkinçilikdə ildə 1-2 dəfə məhsul yığmağındır, məhsul əldə etməyindir. Yəni satış bazarı ildə 1-2 dəfə olur və hava şəraiti. Yaşadığın ərazinin hava şəraitinə uyğun əkəcəyin məhsulu düzgün seçməlisən. Çünki əkinçilikdə ən başlıca əkinçiliyə mənfi təsir göstərən amillərdən biri havadır. Ona görə düzgün seçim etmək çox vacibdir. Əkinçiliyə dövlət dəstəyi hansılardır? İndi isə keçək dövlət dəstəklərinə. Əkinçiliyə dövlət tərəfindən olunan əsas dəstəklər, subsidiyalar, texnika güzəşti və gübrə toxum dəstəyidir. Subsidiyalar. Subsidiyalar sənin əkdiyin taxıl, buğda, pambıq və başqa bitkilər də ola bilər. Bunların hektarına görə illik dövlətin sənə verdiyi puldur. Bu pul vasitəsilə sənin xərclərinin müəyyən bir hissəsinin qarşısını alaraq daha yaxşı gəlir əldə edə bilirsən. Texnika dəstəyi. Texnika dəstəyi ilə, yəni dövlətdən müəyyən texnikalar, kombayn, traktor və başqa texnikaları
müəyyən güzəştlərlə və ya kreditlə ala bilərsən. Toxum və gübrə dəstəyi. Toxum və gübrə dəstəyi də hansılardır? Toxum və gübrə dəstəyi, yəni sən təmiz toxumu dövlətdən ala bilərsən, gübrələri müəyyən endirimlə, yəni müəyyən faizlərlə ala bilərsən. Bu cür müəyyən dövlət dəstəkləri var əkinçiliyə. Mənə görə əkinçilik başlamaq üçün ən uyğun sahələrdən biridir. Bugün sizə heyvandarlığın, quşçuluğun və əkinçiliyin üstünlüklərini və çətinliklərini danışdım. Seçim etmək isə sizə qalmış. Mənim seçimim heyvandarlıq yönündədir. Siz isə öz seçimlərinizi və fikirlərinizi mənimlə kommentarda bölüşə bilərsiniz. Gələn videoda görüşənə qədər.